Bismillahirrahmanirrahim. Mehriban ve bağışlayan Allah'ın adıyla ve yadıyla. 100.000 cəfa qılsan mənə, mən səndən 100 döndərmənəm. Canım dahi qurban qıllam, mən səndən 100 döndərmənəm. Mən səni sevdim can ilə, qul olmuşam qurban ilə. And içərəm furqan ilə, mən səndən 100 döndərmənəm. İsa mısan, Musa mısan, ya Yusuf-i Kənan mısan? Vallah canım, cananımsan, mən səndən 100 döndərmənəm. Bütün izləyicilərə salam deyib, İmaduddin Nəsimidən başlayıb sizlərə sağlamlıq arzulayıram. Türk müsəlmanların milli hikmətini Qutadğu Bilic kitabını incələməklə ikinci bölümünü sizinlə paylaşıram. Biz fəlsəfədən üzülməmişik. Əgər hikmətdən danışırıq, həqiqətlə əməli fəlsəfədən danışırıq. Niyə ki, fəlsəfə iki bölümü, iki böyük budağı vardır. Biri nəzəri fəlsəfədir, biri əməli fəlsəfədir. Nəzəri fəlsəfə həman külliyyatın müdriküdür. Örnək üçün biz deyirik ki, zülm pisdir, ədalət yaxşıdır, yalan pisdir, düzlük yaxşıdır. Bu, nəzəri fəlsəfənin işidir. Əməli fəlsəfə üç sahədədir. Əxlaqda, iqtisadda, siyasətdə bəhslər qoyur ortalığa. O əsasda əməli fəlsəfənin adı hikmətdir. Biz gələcəkdə nəzəri fəlsəfədən yenə də danışacağıq. Niyə ki, türk müsəlmanların iki böyük filsufu da vardır. Birisi Şeyxurrəis Bu Əli Sinadır. Buxara məktəbinin qurucusu, Məşşai fəlsəfəsini yaraldandır. İkincisi Şeyx Şəhabuddin Söhrəvərdi, Zəncan məktəbini qurucusu, İşraq fəlsəfəsini yaradandır. Şeyx Şəhabuddin Söhrəvərdi həmandır ki, tüylərin günəşə baxdığı, şamanizmin irfana günəşə baxdığı simgələr ki, güc, dövlət, istilik daşıyır, onu İşraq fəlsəfəsində fəlsəfələşdiribdir. Günəş irfaniləşməsi Mevlanadadır, fəlsəfələşməsi də Şeyx Şəhabuddin Söhrəvərdidədir. O əsasda biz indiki durumda ona baxmırıq. Niyə ki, o türk filsuflar fəlsəfənin imtidadındadırlar, axarındadılar. Bizim söhbətlər fəlsəfənin ilgilərindən, İslamın türk aləminə dəyməsindən, yetişməsindən, türk aləmindən birinci dəfə fəlsəfəni sızmasından, axarından biz danışırıq. O əsasda fəlsəfədə Farabini ortalığa qoyduq. Hikmətdə də Qutadğu Bilic Yusuf Xurasaninin əsərini ortaya qoyub araşdırırıq. Ərəbdə bir şeir var, deyirən nasu duhnən fi qavarira safiya və ləm yədri ma yəcri əla rəsi semsemi. Adamlar şişələrdə yağları dumduru saf-saf görürlər. Amma bilmirlər ki, çüncüdün başına nə oyun gəlibdir. O əsasda çüncüdü döyüb dumduru yağa çöndərmək hikmətin sözdən çıxması, sözün şirəsi olması, cövhərəsi olmasıdır. Adamların təcribi davranışının əsası hikmətdə yayılır. Hikmət ərəbcədə həkəmmədən alınıbdır. Hakim, həkim, məhkum, yəhkum, hökm, hamısı bu sözlər həkəmədən alınıbdır. Hikmət, yəni möhkəm qaydalar,
möhkəm kurallar, bəşər ağır təcrübə əsasında onlara əl tapıbdır. Ərəbcədə atın cilovuna həkəmə deyərlər. Həkəmənin içində bir cür saxlaşdırmaq vardır. İnsanı xəbtu xətadan, yanlışlardan saxlaşdıran möhkəm qaydalardır. Quranda 20 dəfə hikmət sözü gəlib. 200 dəfəyə yaxın hikmətdən alınan sözlər, hökm, yəhkumu və digər kələmələr ondan alınıbdır. 269-cu ayədə Bəqərə surəsində belə gəlib. Və mən yu'təl hikmətə fəqəd utiyə xeyrən kəsirə. Hər kimsəyə hikmət verilibsə, ona bollu xeyr verilibdir. O əsasda hikmətlə xeyrin bir ilgisi vardır. Xeyr bir əxlaqi qavram olaraq hikmətlə burada düyünlənir, bağlanır. Türk müsəlmanların milli fəlsəfəsi əgər onları fəzilətə yönətsə, milli hikməti də onları xeyrə yönəldir. Quranda Luqmana belə gəlinib ki, hikmət verilibdir. Ləqəd atəyna Luqmanə əl-hikmətə. Əgər biz istəyək Quranın düşüncəsini hikmətlə asılı bilək, yaxşıdır ki, o surəyə bir baxaq. Görək, Luqman bir həkim kimi oğlu ilə necə danışır, nə oğlu ilə ortalığa qoyur. O sözlər Quranın hikmət sözləridir. Ya bunəyyə, la tusəir xəddəkə linnas. Mənim oğlum, üzvü adamlardan çöndərmə. Adamlarla üzbəüz danışınan. La təmşi fil ərzi mərəha. Yer üzündə qururla, təkəbbürlə yol yeriməcinən. Vəqsid fi məşyikə, yerişiğində orta yeri, nə yeyin, nə yavaş yericinən. Vəğzoz min savtek, səsivi də aşağı yendircinən. Quranın hikmətləri demək olar örnək üçün bunlardılar. Əgər Quranda əl-kitabə vəl-hikmə birlikdə gəlir, örnək üçün deyir, yuəllimuhumul kitabə vəl-hikmə, orada kitabdan anlam nəzəri fəlsəfədir. Hikmətdən də anlam əməli fəlsəfədir. Məqsəd odur. Türkçədə bilik hikmət anlamını daşıyır. Bilgə yəni həkim. Kaşqərli Mahmud Divanul Lüğətdə bir şeiri də deyir. Bilka, ərik, əzku, tutub, sözün eşit. Bilka yəni həkim, ərik dəyər ver. Əzku yəni zəki, huşlu, ağıllı. Yəni huşlu, ağıllı adamın sözünə dəyər ver, ondan söz eşitçinən. Hun imperatorlarına bilka deyirmişlər. Əflatun Cumhuriyyət kitabında Həkimi Hakimi tərh eləyirdi, filosofer King tərh eləyirdi. Onu Türk imperatorlarında əməli halda görmək olar. Onların elə adları da həkim idi. O əsasda görürük ki, Farabi rəisin birinci xislətini, birinci sifətini həkim sayır. Türk müsəlmanların milli hikmətinin qurucularından birisi Xorasanlı Yusifdir ki, İslam aləminə qutaddığı biliki yazmışdır. O, Xas-ı Hacib ləqəbi ilə məşhur olmuşdur. Balasağın, yəni Böyük Qala o zaman Qaraxanlıların baş şəndi olaraq bir fərhəngi, iqtisadi baxımdan böyük bir duruma malik idir. Bilimsel, ədəbi mərkəzlər Qaraxanlılar zamanında doğuda Səmərqənd, Buxara, Farab, Taşkəndi idi. Batıda Balasağunla Kaşğər idi. Yusif Qaraxanlıların sarayında böyük bir məqama sahib olaraq
elm və biliminə görə özəl bir konum, mövqe qazanmışdır. O, Qaraxanlıların idarə sistemini görərkən Qutadğubilik kitabını yazmışdır. Ta gələcək xaqanlar ölkəni dolandırmaqda, idarəçilikdə onun fikri, fəlsəfi, hekəmi nizamlarından yararlansınlar. Onda siyasətdən əlavə bütün zəmanənin bilimləri bəhs olunmuşdur. Bu əsərdə tibbidən, ulduz tanımaqdan, başqa elmlərdən də bəhslər olur. Bu əsər dünyada böyük şöhrət qazanmışdır. Xorasanlı Yusif bu əsəri Tapqac Boğraxana hediyə vermişdir. Yusif Qaraxan xaqanı tərəfindən bəyənilmişdir. Ona da vizarət mənsəbi verilmişdir. O, 60 il izzət ilə, başı ucalıqla yaşamışdır. Nəhayət 457-ci ildə dünyasını dəyişmişdir. Əhməd Zəki Vəlidi Toğan Qutadğubilik Fərqanə nüsxəsində işləyibdir. Bu əlyazma çeşitli alimlər tərəfindən araşdırılıb incələnmişdir. Dünyanın diri, dəyərli dillərinə də çevrilmişdir. Bugün bu əsər Almanca, İngiliscə, Fransızca, Rusca, başqa dillərdə oxunur. Bartolot öz araşdırmalarında bu əsəri Xacun-ı Nizamul Mulkun siyasətnaməsi ilə Unsurul Məaninin Qabusnaməsi ilə tutuşturmuşdur. Seyyid Cəvad Təbatəbai İran şəhri düşüncəsinin siyasət-i modern nizamını Xacə Nizamul Mülkün siyasətnaməsinin əsasında qurur. Halbuki bu kitab tamamilə Qutadğubilikdən əsər almışdır. Həm də Xacə Nizam özü türk olaraq Məlikşah Səlcuğunun dərbarında atabəy idi. Türk məliklərinə bu necə atabəydi? Fars ola, onlara farsıca danışa, Türk şahlarına, Türk toprağında, Türk sultanların dərbarında həm vəzir olasan, həm uşaqlarına atabəy olasan. Bu təhcə bir anlam daşıya bilir. O da Xacə Nizamul Mülkün türk olmasıdır. O əsasda əgər siyasətnaməni də farsca yazır. Buna görədir ki, Qaraxanlı dərbarından bir özgərlərinə fərqli bir hoviyyət ayıralar. Onlar Uyğur türkcəsində yazırdılar. Bunlar da bu dildə yazdılar. İkincisi də budur ki, bu kitab bir İsmailiyyəyə bir böyük cavabı idi. Niyə ki, Həsən Səbbah bütün əsərlərini farsca yazırdı. O əsasda demək olar ki, Yusif Xorasanlı bütün çalışması bu kitabda insanı xeyrə yönətməkdir. Əgər Farabi nəzəri fəlsəfədə Fazilə Mədinəsi yaraldır, Xorasanlı Yusif əməli fəlsəfədə ya həmən hikmətdə bir utopiya ya Fazilə Mədinəsi yaraldır. O bu əsəri nəzm-ı nəsr ilə yazmışdır. 85 bölümdə. Şeirin vəzni də fəulun, 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 fəuldur. Şahnamənin vəzni ilə birdir. Çox sadə, şirin bir dildə söyləmişdir. Bu əsərin yazılma tarixi türklərin İslam dünyasında İslam bayrağı qaldırmış zamanında ən böyük önəmi daşıyır. Əsli nüsxəsi əlbət ki, Uyğur xəttindədir. Ərəb sözləri bu kitabda çox az işlənibdir. Qutadğubilik kitabı çeşitli konulara malik bir kitabdır. Bu əsər bir nağıl kimi başlayır, irəli gedir.